Salam əziz məktəb və repetitor müəllimlərimiz, sizi bir sistemlə tanış eləmək istəyirəm. pdf-exammaker.com. Bu nə işimizə yarayacaq? Sürətli şəkildə BSG, KSG hazırlamağa və ya repetitor müəllimlərimizin sürətli bir şəkildə əlində olan testlərdən şagirdləri imtahan etmək üçün sınaqlar hazırlamağa yarayacaq. Bu sistemin üstün tərəfi ondan ibarətdir ki, sistem avtomatik surətdə sizin hazırladığınız sınaqları bir neçə hissəyə bölə bilir və sürətli kəsmək ilə testləri daha doğrusu əlinizdə olan PDF-lərdən yeni testlər yaratmaq üçün istifadə olunur. Sistem çox asandır. pdf-exammaker.com saytına girdikdən sonra qeydiyyatdan keçirsiniz. Qeydiyyat həddindən çox asandır. Ad, soyadınızı və e-mailinizi qeyd edirsiniz. Qeydiyyatdan keç düyməsini basdıqdan sonra sizə belə bir mesaj çıxacaq ki, admin təsdiqlədikdən sonra sizə şifrə parol göndəriləcək. E-mailinizə bu şifrə parol göndəriləcək. Şifrə parol ona görə də e-maili doğru yazmalısınız. Şifrə parol göndərdikdən sonra mən indi qeydiyyatdan keçmişəm və şifrə parolumu əldə eləmişəm və şifrə parolumu yazdıqdan sonra sistemə daxil olacam. Sistemdə belə bir anlayış var. Dashboard, suallar, imtahanlar. Mən əgər kəsmişəmsə, hazırladığım suallar burada yığılıb qalır. Hazırlamışamsa imtahanlar yığılıb qalır burada. Şifrə dəyişmə hissəsi var və imtahan hazırla hissəsi var. Bundan başqa dashboardda sizin limitiniz göstərilir. Məsələn, ilk qeydiyyatdan keçəndə 30 sual sizə kəsmək üçün limit verilir və limit bitdikdə artıq burada sizin üçün paketlər gəlir. O paketlərdən istifadə edirsinizsə, artıq paketlərə müraciət edə bilirsiniz. Mən birbaşa imtahan hazırla hissəsinə keçmək istəyirəm. Deyək ki, əlimdə mənim PDF-lər var və bu PDF-lərdən bir neçəsindən fərqli imtahan hazırlamaq istəyirəm. Mən hazırda BSG üçündə göstərəcəm sistemin. Daha geniş formasını video şəklində qeydiyyatdan keçən istifadəçilərə atacam. Deyək ki, mən atom quruluşundan əlimdə PDF-lər var. Atom quruluşundan bir neçə dənə sual kəsmək istəyirəm. Tutaq ki, buradan ilk sualı kəsdim. Hətta bu sistem buna əl verir ki, sizin üçün avtomatik cavab kağızı hazırlamağa. Məsələn, siz bu sualı seçdiniz. Bir dəfə deyək ki, sualı həll elədiniz. Deyək ki, bu sualın cavabı A variantıdır. İkinci hissədə sizə bu məktəb müəllimləri çox istifadə olunur. BSG və KSG-lərdə sualların qarşısına ballandırma verir. Məsələn, mən bu suala 10 bal verdim deyək ki. Növbəti kəsdiyim sual bu olacaq. Tutaq ki, bu sualın cavabı C variantı və bu suala 5 bal verdim. Və bu PDF-in digər hissəsinə də keçə bilərəm. Digər bütün səhifələrə. Buradan səhifələri də seçib keçə bilərəm və birbaşa da. Kesin çox asandır. Mouse'la tutursuz variantı girməyə də bilərsiniz. Bax, bu sualın variantını girməyə də bilərəm. Yəni, bu mənə sadəcə cavab açarı hazırlamaq üçün, cavab anahtarı hazırlamaq üçün lazımdır. Deyək ki, mən artıq bunları girdiyimə görə burada C variantı verdim, buna da 10 bal verdim. Və keçirəm növbəti başqa bir PDF-dən seçim eləmək istəyirəm. Əlimdə çoxlu PDF-lər var və mən qarışıq test hazırlayacağım və yaxud da ki, bir neçə PDF-dən eyni mövzulardan test hazırlayacağım. Məsələn, mən gəldim, tutaq ki, bu mövzudan da bir seçim eləmək istədim. Deyək ki, variantı verdim. Buna da 5 bal vermiş oldum. Hal-hazırda göstərir ki, bura 4 sual seçmişsiniz. Bu mövzudan deyək ki, buradan da bunu seçdim. Bunun da A variantı verdim. Düzdür, mən variantları attım. Yəni, sualları həll eləməmiş oldum. Buna da 5 bal verdim. Əlimdə 5 sualdan ibarət bir seçim var. Başqa bir PDF-ə də dəyişə bilərəm. Hətta seçimi biraz fərqli də edə bilərəm. Məsələn, bu cür bəzən sualları olan testlər olur. Burada deyir ki, yəni çərçivəli seçim seçsəz, tutaq ki, mən bu hissəyə nöqtə qoydum, bura qədər keçəcək, buradan bura qədər keçəcək, buradan bura qədər keçəcək. Ondan sonra enter düyməsini basdıqda artıq bayaq ki, etaplar gəlmiş oldu. Deyək ki, A variantı 10 bal verdim. 6 dənə sual hazırlamışam. Bütün hamısının burada variantları var. İstədiyim sual silib təkrar əlavə edə bilərəm. Burada seçimi bitir verirəm. Seçimi bitir verdikdən sonra kəsdiyim bütün suallar burada gəlir. Sualların yerini dəyişə bilərəm ardıcıllıqda. Məsələn, bunu biraz önə keçirdim, bunu bir dənə də önə keçirdim. Yəni, istənilən, burada nə ardıcıllıqla görürsünüzsə, hazırlanmış testdə o ardıcıllıqla gələcək. Situasiya məsələsi var. Situasiya əlavə eti ayrıca videolara çəkib qeydiyyatdan keçənlərə göndərəcəm. Amma hal-hazırda seçilmiş suallardan imtahan hazırla deyirəm. Deyək ki, seçilmiş suallardan imtahan hazırla. Bu suallar bura ardıcıl olaraq gəldi. İmtahan başlığı verirəm. Deyirəm ki, təkrar sınaq 1. Məsəl üçün, istəsəm bunu PDF-də göstərməyə də bilərəm. Yəni, başlığı yazıram ki, imtahan olaraq bizə qalsın, amma PDF-də göstərməyə də bilərəm. Hazırda PDF-də göstər bilirəm. Sınağı hazırlayan müəllim tutaq ki, Valih Süleymanov və yaxud da, məsələn, 11-ci siniflər üçün hazırlamışam. Bunların hər birini PDF-də göstərməyə bilərəm. Şagirdin adı bu BSG və KSG-də bizə çox istifadə olunur. Şagirdin adı lazım olur. Və bu sualı, tutaq ki, 6 sualı özü qarışdırsın. 2 variantda A və B variantı olsun. Və burada artıq tarix də seçə bilirəm. Ola bilər ki, biz növbəti
Məsələn, 3 gün sonra olacaq bir imtahana hazırlayırıq. Onun üçün buradan tarix seçə bilərik. Məsələn, 19-unda olacaq bir imtahan BSQ üçün hazırlayırıq ki, sistemdə PDF-i göstər də verə bilərəm, göstərmədə. Suallar arası məsafəni biz buradan təyin edə bilərik. Aşağı yuxarı və yaxud da üstünə gəlib 1.7, 1.5, 1 saxlaya bilərik. Standart olan ad, soyad, şriftlərin ölçümü artıra bilərik 14-15. Bir də bu isə bizə artıq BSQ-lərdə və KSQ-lərdə lazım olur. Balı göstər, qiyməti göstər, suallardan, yəni hər suala neçə bal vermişəmsə, onu göstər. Təbii bu quşları qaldırmaqla biz bunu göstərməyə də bilərik. Biz biraz əvvəl sualları yaradarkən, daha doğrusu kəsərkən A, C, B variantlar demişdik. Deyək ki, bu cavab anahtarı da bizim üçün ayrıca yaratsın. Və plus əgər hamısı test isə, testdə əlavə et. Yəni mini test cavab kartda əlavə et deyə bilərəm. Hazırlayan da deyək ki, Valeh Süleymanov müəllim olaraq hazırlaya bilər. Valeh Süleymanov deyə bilər. Watermarkı da göstər deyə bilərəm. İmtahanı hazırlayacağım. İmtahan hazırla dedikdən sonra burada bütün təlimat göstərilir bizə. Ki, biz burada bax fikir verirsinizsə, sınaq A variantı, sınaq B variantı və cavab açarı, cavab anahtarı. Məsələn, mən sizə göstərmək istəyirəm A variantı, deyək ki, yükləndi. Eyni zamanda hal-hazırda B variantında açın. Məsələn, birinci sual burada bununla başladı. Düzdür, biz 6 sual seçmişik. Hər birini tam başdan sona qədər 6 sualda. Məsələn, burada fikir verdiksə B variantına bax. B variantı Valeh Süleymanov 11-ci sinif şagird adı üçün yer qoyub, bal üçün yer, qiymət üçün yer, tarix üçün yer qoyub və burada artıq bizim üçün cavab anahtarı da hazırlayıb. Hətta belə bir şey edə bilərik. Biz bunu hazırladıqdan sonra artıq Ctrl+-yə verdikdə bu bizim üçün artıq bir sınaqdır. Yəni hazır bir sınaqdır. A variantını istəsəz, B variantını istəsəz. Burada save as yerində Ctrl+-yə basdıqdan sonra printeri verirsiniz və seçirsiniz. Deyək ki, ekranda masa üstündə saxladığınız bu PDF-dən istənilən vaxtda, istənilən formada istifadə edə bilərsiniz. Fikir verirsinizsə, adınız, soyadınız, variantınız hər biri burada var. Bir məsələyə daha qayıtmaq istəyirəm. Fikir verirsinizsə, bu sistemin üstün tərəflərindən birisi ondan ibarətdir ki, kəsdiyimiz bütün suallar artıq belə deyim, bizdə mövcuddur. Heç biri silinmir. Ta özümüz silmədiksə, deyək ki, istənilən birini buradan seçib silə bilərsiniz ki, bu sualı daha istifadə eləməyəcəm. İmtahanlar da hazırladığınız imtahanlar burada hər zaman qalır. Yəni, bunun dərdi də yoxdur ki, suallar getdi və ya imtahanı bitirdim, imtahanı silmədikcə. Bir məsələyə daha toxunmaq istəyirəm. Biz suallarımdan yeni imtahan hazırlaya bilərik və situasiya sual məsələsi vardı, onu izah edəcəydim. Deyək ki, mən hal-hazırda bu 5 dənə və ya hamısını seçirəm. Burada olan bütün sualları seçdim artıq da. Bir də kənara çıxmıram. Amma bu sualı situasiya başlıq edəcəm. Bu iki sualda situasiyaya aid olan sualı əlavə eləmək istəyirəm. Buradan seçilmişlərdən imtahan hazırla deyirəm. Dediyim kimi, bunu situasiya eləmək istəyirəmsə, situasiya başlıq eləmək istəyirəmsə, bunu seçirəm və ona aid olan iki sualı seçirəm. Burada şərt deyil. Kəsərkən bunu situasiya başlığı da kəsə bilərsiniz. Yazı formada, yəni situasiyalarda istifadə edin. Və deyirəm ki, situasiyaya əlavə et və bu başlığı, bu 3 dənədən birini bu situasiyaya əlavə edirəm. Artıq gördünüz, o 3 dənə sual birləşdi. Geri qalanların hamısını seç deyirəm. Situasiyalar birləşdi və deyirəm ki, imtahan hazırla. İmtahan hazırla dedikdə burada 2 situasiya getdi. Biri burada, biri də aşağıda situasiya getdi. Eybi yox. Yəni, eyni qayda ilə, məsələn, təkrar 2 deyirəm, müəllimin adı Valeh müəllim deyirəm. Amma deyirəm ki, burada Valeh müəllim görsənməsin, adı göstərməsin, təkrar 2 görsənsin. Qrup, məsələn, 11-ci sinif deyə bilərəm və ya heç deyərəm ki, 11 amma görsənməsin. Şagirdin ad soyadı görsənməsin, sadəcə imtahan hazırla deyirəmsə, tarix görsənməsin, variant görsənsin və ya görsənməsin, suallar arası məsafə, həmçinin burada balı, qiyməti, suallardakı balı da göstərmə, amma mini cavab kartı qalsın. Və buradan imtahan hazırla dedikdə, sual limiti aşılıb, belə bir şey var, sual limiti aşılıb, demək ki, bunun qarşımıza çıxmağı çox yaxşı oldu. Artıq bizə verilən tutaq ki, 30 dənəlik və 20 dənəlik limit bitdi. O zaman biz burada nəyi görürük? Fikir verirsinizsə 15 dənə qalmışdı, amma mən orada bütün sualları seçdim. Sual limitimiz azalıb, bu onun altına da düşəndə bizə paketləri verəcək. Təkrar suallara qayıdıram, buradan az sual seçəcəm o zaman. Situasiya hazırlamağı göstərdim deyə, daha buradan artıq az sual seçəcəm. Ya da istəyirsinizsə situasiyanı oradan yenə davam edə bilərik. Deyək ki, buradan, çünki sual limitini aşmış oluruq, çox sual seçdiyimizə görə bizə problem yaradır. Seçilmiş suallardan imtahan hazırla deyirəm. Artıq bu dəfə aşmamalıdır. Deyək ki, bunu situasiyanı bir daha göstərim sizə. Deyək ki, bu situasiya başlıq olacaq, bu da ona aid olan sual olacaq. Çünki burada bir dənə də situasiya var deyə geri qalanların hamısını seçirəm. Bu 2 dənəsindən situasiya hazırlayacağım, amma üzr istəyirəm, seçimləri iptal edeyim, bunu göstərim sizə. 2 dənəsindən situasiya hazırlayacağım. Situasiya əlavə et dedim.
Buranı situasiya olaraq, başlıq olaraq seçdim. Başqa bir kəsimi də seçə bilərəm. Ondan sonra geri qalan hamısını seçdim. İmtahan hazırla dedim. Bura təkrar 2 yazdım. Təkrar 2. Müəllim adını göstərmə. İstəsəniz yaza bilərsiniz. Valih Süleymanov deyək ki, 11-ci sinif. Müəllim adını göstərmə. Şagird ad soyadı göstərmə. Tarix göstərmə. Suallar arası məsafəni qoyduq. Bal və qiymət göstərmə. Bunu da dedik, suallardakı balları da göstərmə, amma cavab kartını hazırla. Fikir ediniz, artıq bizim üçün imtahan bir daha hazırlanmış oldu və situasiya sualları da gələrkən fikir etsə situasiya başlığı olaraq gəlir. Ondan sonra davam edir digər suallar olaraq. Yenə mən eyni qaydada Ctrl+C verib bunu PDF, burada 2 situasiya seçdiyimizə görə ikisi də burada situasiya başlığı və ona aid olan suallar da gəlmiş ola bilir. Bu belə. Sistemimiz bundan ibarətdir. İstəsəz dediyim kimi, yəni daha çox sual kəsimi əldə etmək istəyirsinizsə, dashboardunuza müraciət edib orada gələn paketlərdən seçim eləyə bilərsiniz. Təşəkkür edirəm hər birinizə.